Bülbülədə 7 otaq və torpağın çıxarışı. Bu da evimizin texniki pasportu. Hal-hazırda evimiz bugünkü gündə Bülbülədə yerləşir. 7 otaqdan söhbət gedir. Sənədlər də qaydasında. 2 maşından da artıq həyəti var. İnşallah tam təqdimat edəcəm sizlərə evləri və buradan da Allahın salamı olsun sizlərə. Allah evi olmayanlar Allah inşallah Allah ev qismət eləsin. Buyuraq baxın bizə. Hal-hazırda bura bizim zalımızdır beləncə, bax belə bir zaldır. Orada mətbəximiz yerləşir. Onu sizə deyim ki, evimiz həm qalın divardır, həm də 2 dənə ailə rahat yaşaya bilər bu evdə. 2 dənə ailə yaşaya bilər. Bu da bizim bir otağımızdır belə. Pəncərəsi var. Burada da bir dənə belə bir yataq otağıdır hal-hazırda. Bura bizim mətbəximizdir. Bu da bizim 5-ci qonaq otağımızdır. Yedim kimi evimizin qapısı bir dənə ayrı orada var. Bir dənə də burada belə bir otaq və burada bizim mətbəximizdir hazırda. Həyətimizi də göstərəcəm sizə. Bu da bizim həyətimiz. 2 dənə maşın rahat daxil və oturmağa durmağa da həyət var. Elə göstərəcəm onu sizə indi. Bu da bizim belə bir otaqdır, yataq otağımız. Bəli, bax gördüyünüz kimi bu evdir hal-hazırda və dediyim kimi bir dənə otaq giriş buradandır. Yəni 2 otağa. Burada da ki 5 otaqdır hazırda. 4 otaq üzr istəyirəm, 4 otaq, 6 otağımız da. Yəni biz mətbəxlə bir yerdə desin qarışdırırıq. Burada da hal-hazırda sanitar qovşaqlarımız yerləşir. Bir dənə zəhmət olmasın. Bəli, hal-hazırda evimiz burada. Evimizdə kamera sistemi, hər bir şey var. Qazı suyu işi, torpağın çıxarışı, evimizin texnik pasportu, 140 nömrəli məktəb düz yanında, İmamzadə məscidi düz yanında. Bir sözlə Bülbülədə Komsomol dairəsinin çıxmağa çox rahat bir əlverişli bir yerdədir. Evimizin qiymətinə gəldikdə isə 98.000 manatdır. İnşallah reallıq olsa, alıcı real desə ki, mən bu qiymətə istəyirəm, biraz endirim olsun, ona da köməklik göstərərik. Buyuruq, Allah yenə dedim, evi olmayanlar Allah ev qismət etsin. Alana da satana da Allah xeyir versin və sağ olun, var olun, Allaha əmanət olun.